28 yanvar saat 23:55-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda Liverpool Anfield stadionunda Qarabağla qarşılaşacaq. Liverpoolun İngiltərə Premier Liqasında keçirdiyi son 5 matçı: Liverpool Leeds United 0-0, Fulham Liverpool 2-2, Arsenal Liverpool 0-0, Liverpool Burnley 1-1, Bournemouth Liverpool 3-2. Liverpool 5 maçdır ki, İngiltərə Premier Liqasında qalib gələ bilmir və hazırda 36 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə qırmızılar son oyunda səfərdə Marselə 3-0 hesabı ilə qalib gəlib. Liverpool hazırda UEFA Çempionlar Liqasının liqa mərhələsində 15 xalla 4-cü pillədə yer alıb. Bu qarşılaşma həm İngiltərə klubunun UEFA Çempionlar Liqasında birbaşa 8-də 1 finala vəsiqə üçün, həm də mövsümün uğurlu davamı üçün kritik əhəmiyyət daşıyır. Niyə Liverpool bu mövsüm uğursuz görünür? Müdafiə problemləri. Zədələrə görə müdafiə xətti tez-tez dəyişir. Stabil cütlük yoxdur. Sadə qollar buraxırlar. Xüsusən son dəqiqələrdə konsentrasiya itir. Orta xətt balanssızdır. Yeni oyunçular tam uyğunlaşmayıb. Pressing əvvəlki kimi effektiv deyil. Top itkiləri çoxdur. Oyun tempi düşür. Hücumda qeyri-stabillik. Çox fürsət yaradırlar. Amma dəyərləndirmə zəifdir. Salah da bu mövsüm formada deyil. Digər hücumçularda davamlı qol fürsətlərindən yararlana bilmir. Premier Liqada ağır rəqabət. Arsenal, Manchester City və Aston Villa çox stabildir. Xırda xal itkiləri dərhal turnir cədvəlində geriləməyə səbəb olur. Psixoloji faktor. Uzun qələbəsizlik seriyası oyunçulara təsir edir. Təzyiq artdıqca risk almaqdan çəkinirlər. Bəzi futbolçular zədə səbəbindən oyunu buraxacaq. Alexander Isak zədə səbəbindən meydana çıxmayacaq. Conor Bradley ciddi diz zədəsi var və mövsümün böyük hissəsini buraxacaq. Giovanni Leoni ciddi zədəyə görə mövsümü başa vurub. Joe Gomez zədəsi var. Hazır olub-olmayacağı hələ məlum deyil. Federico Chiesa məşqdə problem yaşayıb. Bu oyunda iştirakı şübhə altındadır. İbrahima Kanate tezliklə komandaya qayıdacaq və ehtimal ki, bu oyunda oynaya bilər. İnanırıq ki, bu mövsüm möhtəşəm çıxışı ilə bütün Avropanı heyrətləndirən Qarabağ Liverpool səfərində də uğurlu çıxış edəcək.